Mediada Bakı metropolitenində müəyyən ölçüdən böyük əl yükləri ilə səyahət edən sərnişinlər üçün əlavə ödənişin tətbiq olunacağına dair məlumat yayılıb. Bəs həqiqətənmi yükə görə ödəniş tələb olunur və bu məbləğ nə qədərdir? Məsələ ilə bağlı Bakı metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirdi ki, Bakı metropolitenində müəyyən ölçülərdə əl yükünün daşınmasına görə bundan sonra və əlavə gediş haqqının ödəniləcəyi ilə bağlı yayılmış informasiyalar əslində tamamilə təhrif edilərək təqdim olunub və ictimaiyyət arasında çaşqınlıq yaradıb. Əslində isə həqiqət belədir ki, Bakı metropolitenindən istifadə qaydaları Nazirlər Kabineti tərəfindən nə az nə çox təxminən 16 il bundan əvvəl, yəni 2010-cu il oktyabr ayının 19-da təsdiq olunub və ötən bu illər ərzində həmin istifadə qaydalarının ikinci maddəsinin ikinci bəndində bu xüsusi olaraq deyil, şəffaf şəkildə və aydın olaraq izah olunur. Bundan əlavə olaraq onu da qeyd edə bilərəm ki, əl yükü ilə bağlı istifadə qaydalarında kifayət qədər çoxsaylı faydalı məlumatlarla da tanış olmaq mümkündür. Bir sözlə, bu nə bugünün, nə dünənin qərarıdır. Hətta 2010-cu ildə sonuncu istifadə qaydaları təsdiq olunsa belə, ondan əvvəlki dövrlərdə də məhz bu məsələ ilə bağlı müvafiq istifadə qaydalarında normativ aktlarda məlumatlar olub. Bakı metropoliteninin fəaliyyəti dövründə nəinki hər hansısa bir ölçülərə bağlı, eyni zamanda ölçülərinə uyğun olaraq Bakı metropolitenində daşınması qadağan olan əl yükləri barədə məlumatlarla da tanış olmaq mümkündür. Onu da qeyd edək ki, Nazirlər Kabinetinin 2010-cu il oktyabrın 19-da təsdiqlədiyi qərarın 2.2. bəndinə əsasən sərnişinlər uzunluq, en və hündürlük ölçülərinin cəmi 121 sm-dən 200 sm-ə qədər olan hər bir əl yükü üçün, eləcə də uzunluğu 151 sm-dən 220 sm-ə qədər olan uzun ölçülü hər bir əl yükü üçün gediş haqqı ödəməlidirlər.